Bu TikTok haqqında ümumi bir məlumat vermək istəyirəm sizə. Platforma sizin nədən təsirləndiyinizi, nədən xoşlandığınızı bilir və sizin qabağınıza ona görə videolar çıxardır. Və ümumi bilin ki, siz nəyə önəm verirsinizsə, nəyə çox baxırsınızsa, həmin tip videolar sizin kontaktınızda olan insanların qabağına çıxacaq. Eynici ilə sizin bəyəndiyiniz hər bir video sizin yaxınlarınızın qabağına çıxacaqdır. Bu mütləqdir. Və ona görə də nəyə bəyənirsinizsə diqqətli olun. Bəyəndiyiniz hər bir şeydən həqiqətən ümumi olaraq da sorumlusunuz. Yəni bu Allah qatında da insanın məsuliyyətini artıran bir işdir. Ümumiyyətlə tək video yox, gün ərzində nə ediriksə bilin ki, onun hesabını verəcəyik. Eləcə də bu TikTok səhifələrində baxdığımız, önəm göstərdiyimiz videolarda elə. Ona görə də nəyə bəyənirik, nəyə bəyənmirik, bu həyatda çox önəmlidir. Bəyəndiyin hər bir şeydən hesab verəcəksən və bəyəndiyin hər bir şey sənin və yaxınlarının qabağına çıxacaqdır. Bu platformanın digər bir önəmli mesajı da budur ki, burada ümumiyyətlə yaxşılara yer çox azdır. Misal üçün, mən bir mesaj paylaşım ki, bugün 10 ədəd ağac əkmişəm. Yəni bu videoya nə qədər bəyəni gələr, nə qədər insan önəm verər, bu sual altındadır. Və həmin mesajı mən paylaşsam ki, bugün 10 dənə ağac yandırmışam, görün bu videoya TikTok səhifəsi, TikTok platforması nə qədər önəm verər, nə qədər önə çəkər. Ona görə də baxdığınız önəmli olan şeyləri bəyənməyi, paylaşmağı unutmayın, özünüzə boş verin. Çox sağ olun.